gün nə oyun oynayaq? Kızlar belki Beşiktaş oyun oynayaq. Yox, oyuna sıxılmışam. Başqa nə oynayaq? Belki cizdan paça oynayaq. Ay yox, oyunu da dünən oynamışıq. Gəl sizə bir oyun deyim, onu oynayaq. Razısınız? Oyunun adı fincandır. Hər fincanın altında bir dənə alma olacaq. O alma gizlədiləcək və tapan o almanı yeyəcək. Yox, əgər tapa bilməyədən tapmaca deyəcək, şeir deyəcək, mahnı söyləyəcək və rəqs edəcək. Elə gizlədəcək Fatih'ı tapmasın. Əgər tapın. Tapa bilmədim. Fatimə, bizim üçün nə edə bilərsən? Sizin için şeye karşı bilərəm. De görək. Novruz bayramı gəlir, aşıqlar sevilir, hazırlaşır yaxşıca, milli paltar geyinir. Novruzun simvolları xoş gəlib keçədursa, əyləsinlər bizimlə, dövrə vursunlar boşa. Bizə Firuzə tapsın. Gizlədəki qoy tapamaz. Gəl tap. Koymadım. Tapmadım. Firuz, bizim için ne edə bilərsən? Tapmaca deyərəm. De görək. Bağda uçur səhər-səhər, bizlərə verir yazdan xəbər. Atması. İndi isə mənə tapsın. Gəl tap. Bunu atsın, yoxsa bunu, yoxsa bunu. Yox, bunu atsın. Yoxsa bunu bədim. Mələk, bizim için nə edə bilərsən? Mən sizin üçün rəqs edə bilərəm. İsa Aytekin tapsın, yaxşı. Tapa bilərsən. Ay da, çox qərarsız qaldım. Mən hansını açım görəsən? Bunu, hətta bunu. Bunu açacağım. Tapa bilmədim. Bizim üçün nə edə bilərsən? Mən sizin üçün mahnı söyləyə bilərəm. Bahar gələndə məndə bitərəm göçəməndə. Bahar gələndə məndə bitərəm göçəməndə. Mən baharın qızıyam, qızıyam. Köynəyi qırmızıyam, qırmızı. Bunu tapın, bunu tapın, bunu tapın. Bunu açacağım. Tapdı. Həyat Alman tapdı. Bir yerdə rəqs edək. Novruz birliyin, bərabərliyin, yenilənib gözəlləşən təbiətin rəmzi, ocağın bərəkəti, əsrlərin yadigarı, doğmaların sevinci, Novruz el şənliyi, el birliyi, dirçələn həyatın bayramı. Novruz bayramınız mübarək.